medalları və Inter futbolçuları bürünc medalları qazanıb və çempionatı 3-cü pillədə başa vuran Inter futbolçuları bürünc medallarla təltif edilirlər. Ramin Musayev əvvəlcə Qəbələ futbolçuları mükafatlandırılırlar. Azərbaycanda futbolun inkişafı üçün yaxşı işlər görülür və bütün klublar bunun üçün çalışırlar. Xüsusilə Qəbələ komandasının adında qeyd etmək lazımdır. Qəbələdə yaradılan futbol akademiyası bölgələrdən seleksiya işləri nəticəsində seçilən futbolçuların Azərbaycan futboluna qazandırılması deməkdir. Və bu gənc futbolçulardan təbii ki, biz gələcəkdə daha böyük uğurlar gözləyirik. Azərbaycan milli komandasının niyyətində, əsas milli komandanın niyyətində onlardan uğurlar gözləyirik. Qəbələnin məşqçilər heyəti və nümayəndələri mükafatlandırılırlar. Neftçi futbolçuları qeyd etdiyim kimi mövsümü qələbə ilə başa vurdular və Neftçi futbolçuları hazırda mükafatlandırılırlar Ramin Musayev tərəfindən. Gənc futbolçular mükafatlandırılırlar. Azarkeşlər tərəfindən alqışlarla qarşılanır. Onların təbii ki, bu uğurlu medal qazanmaları və Neftçinin gənc futbolçularının da gələcəkdə əsas komandada çox layiqli mübarizə aparacaqlarına inanırıq. Bu futbolçulardan gələcəkdə hazırda heyətdə olan gənc futbolçular kimi, Ruslan Abuşov kimi, Elvin Yunuszadə kimi, eyni zamanda digər futbolçular kimi təbii ki, onların da uğur qazanacağına inanmamız çox böyükdür və onların da milli komandamızda öz layiqli yer tutacağına inanırıq. Əvəzedicilərin çempionatında da Neftçi futbolçuları birinci oldular. Elə Unibank Premier Liqasında da Neftçi çempion oldu və Neftçi komandası eyni zamanda Azərbaycan kubokunun finalını da vəsiqə qazanır. Finaldadır və komanda finalda Bakı ilə münasibətləri aydınlaşdıracaq. Mövsümü qızıl dublla yekunlaşdıra bilər. Neftçi komandası kuboku da qazanmaqla Azərbaycanda futbol mövsümünün son maçı məhz Azərbaycan kubokunun final görüşü sayılır və bu görüşdə Neftçi və Bakı futbolçuları qarşılaşacaqlar. Sabiq qapçı Vitali Kovalyov hazırda mükafatlandırılır. O hazırda Neftçinin məşqçilər heyətində qərarlaşıb. Əvəzedicilərin məşqçilər heyətində Vitali Kovalyov da var. Ağabalar Ramazanov bir qədər əvvəl mükafatlandırıldı. Neftçi komandasının futbolçusu Ağabalar Ramazanov. Kubok məhz kapitan Ağabalar Ramazanova veriləcək.
aslında soyadından bu futbolçu ailesini yetiştirmişler. Ramin Musayev kuboku Neftçi futbolçularına verir və Neftçinin əvvəlcə əvəzediciləri çempionluq sevincini yaşayırlar və bu cür sevinci görüşün sonunda Neftçinin əsas komandasının üzvləri də təbii ki yaşayacaqlar. Onlar da bu mövsüm bütün rəqibləri qabaqlamağı bacardılar. Əhsən bu futbolçulara, əhsən çempionlara. Məhz onların bu uğurlarının davamının gələcəyini gözləmək olar. Bəli, Ağabalar Ramazanov haqqında məlumat verin. Bu futbolçu hazırda Xəzər Lənkəran komandasında Neftçi kimi karyerasını davam etirən Zaur Ramazanovun qardaşıdır və bu futbolçu Neftçinin kapitanıdır əvəzedicilərdə. Kubok məhz Ağabala Ramazanovun əlindədir hazırda. Klub prezidenti Sadıq Sadıxov futbolçuları alqışlayır. Neftçinin həm əsas komandası, həm də gənc futbolçuları çempion oldular. Bu əsl uğurdur və komandanın azarkeşləri də çox sevinirlər həqiqətən. Və bu uğura ən çox sevinənlərdən biri də məhz Neftçinin böyük azarkeş ordusudur. Kuboklar hazırda meydandadılar Neftçi futbolçuları və onlar bu sevinclərini azarkeşlərlə bölüşürlər.